Hər vaxtınız xeyir olsun. Bugün mən Azərbaycan ədəbi dilinin normaları haqqında danışmaq istəyirəm. Yazaq deməli. Ədəbi dilin normaları. Hansılardır? Birinci fonetik norma. İkinci leksik norma və qrammatik norma. Qeyd edeyim ki, ümumiyyətlə ədəbi dilin normaları dil mövcud olandan bəri var. Sadəcə və normalarda da zaman keçdikcə dəyişiklik ola bilir. Ən tez dəyişikliyə uğrayan norma fonetik normadır. Çünki müxtəlif təsirlərdən dolayı Azərbaycan dilinə yeni sözlər daxil olur, sözlərin ümumiyyətlə deyilişi, yazılışı və s. dəyişə bilir. Fonetik normaya nələr aiddir? Fonetik norma deyəndə uşaqlar, ümumiyyətlə bizim fonetikada keçdiyimiz nələr varsa bunlar hamısı fonetik normada öz əksini tapır. Fonetik normaya sözün deməli orfoqrafiyası ona görə iki yerə bölünür, yəni orfoqrafik və orfoepik norma. Yəni orfoqrafik norma nə? Ümumiyyətlə orfoqrafiya nədir? Orfoqrafiya sözlərin düzgün yazılışıdır. Düzgün yazılış. Düzgün yazılış. Məsələn, deyirəm ki, bax, tuğyan. Əgər mən tuğyan sözünü tuğyan yazıramsa, deməli bu nədir? Bu fonetik normanın pozulmasıdır. Yəni testlərdə dəqiq şəkildə ya orfoqrafikdə verilə bilər variantlarda, yaxud da ki, ümumi şəkildə fonetikdə verilə bilər. Necə yazılmalıdır əslində? Tuğyan. Tuğyan. Bu şəkildə olmalıdır. Tuğyan. Bu düzgün formadır. Sonra, məsələn, bax, asfalt. Asfalt yazılırsa, bu da səhvdir. Necə yazılmalıdır? Asfalt. Budur. Sonra, ən çox deməli, uşaqların çaşdığı sözlərdən biri, məsələn, bax, fakültə. Fakültə. Fakültə düzgün deyil. Necə olmalıdır? Fakültə. Bu düzgün şəkildədir. Fakültə düzgün yazılır. Yəni, əgər biz qısaca olaraq sözü düzgün yazmırıqsa, yaxud da ki, sözü düzgün tələffüz eləmiriksə, fonetik normanı pozmuş oluruq. Məsələn, köhnə qaydalarda necə idi? Dovşan yazılırdı, amma tələffüzdə necə deyilirdi? Bu şəkildə deyilirdi də. Dovşan. Belə deyilirdi. Amma yeni qaydada necədir? Elə dovşan da deyilməlidir söz. Biz əgər köhnə orfoqrafiya qaydası ilə tələffüz eləsək, yəni dovşan desək, fonetik normanı pozmuş oluruq. Yəni orfoepik normanı belə deyək, pozmuş oluruq. Sözləri düzgün tələffüz eləmək və sözləri düzgün yazmamaq orfoqrafik normanın pozulması deməkdir. Sonra, sözlərdə vurğunu əgər biz düzgün demiriksə, bu nədir? Fonetik normanı pozur. Məsələn, bax, dramaturgiya sözünü yazaq. Bu söz, səhv bilmirəmsə, bu sözdə vurğunun soruşulmağı 2017-2018-ci ilin limin qəbul sualı idi. Soruşurdu ki, bu sözdə vurğu hara düşür? Dramaturgiya sözündə orada çox şagird dramaturgiya deyirdi, amma düzgündə necə olmalıdır əslində? Dramaturgiya şəklində tələffüz olunmalıdır sözümüz. Yəni vurğu
i'nin üzərinə düşməlidir. G hecasındakı i'nin üzərinə düşməlidir. Yəni əgər biz sözdə vurğunu düzgün tələffüz eləmiriksə, düzgün təyin eləmiriksə, fonetik normanı yenə pozmuş oluruq. Sonra məsələn, həmçinin sözlərdə durğu işarələrinin işlənməyi, məsələn, vergülün işlənməyi, vergül əgər biz işlətmiriksə, fonetik normanı pozmuş oluruq. Deyirəm ki, Leyla, Əhməd qohumdurlar. Qohumdurlar. Leyla, Əhməd həmcüz mübtədalardır, elə deyilmi? Bunlarda əgər intonasiya ilə əlaqələnibsə, arasında vergül işləməlidir. Əgər biz burada vergül işlətməsək, o zaman fonetik normanı pozmuş oluruq. Ümumiyyətlə fonetik normanı necə təyin edilir? Fərz edin ki, imla yazırıq sinifdə. O imlada müəyyən səhvlər eləyirik və müəllim də bizim həmin səhvlərimizi qırmızı ilə işarələyir. Bax, həmin etdiyimiz səhvlər bizim fonetik normanı pozduğumuz məqamlardır. Sonra fonetik norma haqqında elə bilirəm ki, hər şeyi dedik. Sonra bir də bir şey deyim. Vurğunun sözün tələffüzünün üzərində göstərilməsi yazıda. Bu da fonetik normanı pozur. Bax, fərz edin ki, dramaturgiya sözündə məsələn, bax, bunu transkripsiyada yazaq, tələffüzünü göstəririk və deyirik ki, burada vurğunu təyin edirik. Gətiririk tələffüzün transkripsiyanın içində vurğunu qoyuruq. Bu özü fonetik normanı pozmaqdır. Biz vurğunu sözün yazılışına əsasən aparırıq da, elə deyilmi? Yəni burada biz əgər transkripsiyanın içində biz vurğu işarəsini göstərə bilmərik. Bu belə. Sonra danışaq nədən? Leksik normanın pozulmağı, leksik norma haqqında. Leksik norma nədir? Leksik norma. Uşaqlar, leksik norma sözü düzgün yerində işlətmək deməkdir. Belə deyək, sözü düzgün yerində oturtdurmaq. Yəni, əgər biz sözü düzgün yerində işlətmiriksə, bu leksik normanı pozur. Bax, bir dənə nümunə deyim. Bu da səhv verilmirsə, dimə düşmüş sualdır. Topluda da hardadır var bu. Yoxsa imtahana düşmüşdü, sınaqdaydı. Və deyirəm ki, quşlar budaqda oturdular. Quşlar budaqda oturdular. Bu oturdular, oturmaq sözü. Bu insana aiddir. Quşlar budaqda oturdular. Ümumiyyətlə leksik norma biraz leksik normanı tapmaq əslində çox rahatdır. Görürsən ki, cümlədə nəsə yerində işlənməyib, düzgün işlənməyib, yəni söz yerinə düzgün oturmayıb. Quşlar budaqda oturdular, olmaz. Necə olmalı? Quşlar budağa qondular. Belə olmalıdır da. Yəni, əgər oturdular yazılırsa, bu leksik normanı pozur. Deyirəm ki, məsələn, yüksək göydələnlər. Oldu belə. Göydələnlər tikildi. Burada görək nə düzgün yerində işlənməyib. Biraz fikirləşin. Videonu saxlayıb. Göydələn əslində elə yüksək olur da, elə deyilmi? Göydələn hündür mərtəbəli binalara deyirik də biz. Ona görə burada yüksək sözünün işlənməyi artıq cümlədə artıqdır. Yəni, bunun özü leksik normanı pozur. Sonra bir dənə də cümlə yazım. Deyirəm ki, seldən nəinki böyük binalar, hətta kiçik evlər də zərər gördü. Burada nə yerində işlənməyib? Videonu saxlayıb fikirləşin. Bu cümlədə də görürsünüz, məntiqlik pozulur. Deyir ki, seldə nəinki böyük binalar, hətta kiçik evlərdə zərər gördü. Əslində necə olmalıdır? Bunların yeri dəyişik olmalıdır.
Əslində belə olmalıdır. Seldə nəinki kiçik evlər, hətta böyük binalar da zərər gördü olmalıdır. Yəni birinci kiçiyin adı çəkilməlidir, sonra böyüyün. Məsələn, deyirəm ki, xəstəlikdən nəinki böyüklər, hətta uşaqlar da zərər gördü. Belə yox. Xəstəlikdən nəinki uşaqlar, hətta böyüklər də zərər gördü. Yəni uşaqların immuniteti böyüklərə nisbətən daha tez zədələnir də, yəni belə deyək, immuniteti daha zəif olur. Ona görə birinci kiçiyin adı çəkilir, sonra böyüyün adı çəkilməlidir. Bununla bağlı bu səviyyədə testlər MİQ imtahanında tez rast gəldiyimiz testlərdir. Yəni leksik normanın bu səviyyədə işlənməyi ilə bağlı testlərə biz abituriyentlərdən çox, dimin imtahanlarından çox MİQ və sertifikasiya imtahanlarında rast gəlirik. Ona görə bu məqamlara biraz diqqət eləmək lazımdır. Sonra bir şey deyim uşaqlar. Məcazlıq leksik normanı pozurmu? Yox. Frazeoloji birləşmələrin işlənməyi leksik normanı pozmur. Bax, məsələn, bir dənə nümunə deyim. Deyirəm ki, hansını deyim? Bax, deyirəm ki, məsələn, təbiət sevinir. Uşaq deyə bilər ki, təbiət sevinə bilməz axı. Yəni sevinir sözü leksik normanı pozur. Yox. Təbiət sevinir bədii bir cümlədir də. Məsələn, hansı bir əsərdən ola bilər, şeirdən ola bilər. Ümumiyyətlə bədii bir məcazlıq var. Yəni məcazlıq olsun, sonra frazeoloji birləşmələr olsun, bunlar leksik normanı pozmurlar. Əgər düzgün yerində işlənibsə, təbiət sevinir. Burada hər iki söz və əsasdakı feilimiz düzgün yerində işlənib də. Yəni burada normanı pozacaq nə var ki? Normanı pozan odur ki, söz düzgün yerində işlənməsin. Ona görə qabağımıza məsələn frazeoloji birləşmələr, məcazi mənalı sözlər çıxırsa, o dəqiqə burada leksik norma pozulub demirik. Baxarıq görək oradakı sözlər düzgün yerində işlənib. Leksik norma bizdən bunu tələb edir. Sonra bir də var qrammatik norma. Qrammatik norma. Qrammatik norma nədir? Qrammatik normanı uzlaşma əlaqəsi ilə bəzən qarışdırırlar uşaqlar. İndi izah eləyim uzlaşma əlaqəsi. Məsələn, bax ola bilər ki, bəzən mübtəda əgər cəmdədirsə və insan anlayışı bildirən isimlə ifadə olunubsa, xəbər necə olmalıdır? Cəmdə olmalıdır. Məsələn, deyirəm ki, uşaqlar sevinirlər. Mübtədamız cəmdədir də, elə deyilmi? Ona görə xəbərimiz də cəmdə olmalıdır. Burada həm uzlaşma əlaqəsi pozulub, gözlənilib, üzr istəyirəm. Həm də qrammatik norma gözlənilib. Amma məsələn deyirəm ki, indi quşlar məsələn deyirəm ki, uçdu ya da deyirəm ki, uçdular. Bax, əgər bizim mübtədamız heyvanlarla, quşlarla, yəni insan olmayan digər canlılarla ifadə olunubsa, cəmdədirsə, xəbərimiz cəmdə ola da bilər, təkdə ola da bilər. Yəni, hər ikisi düzgündür. Nəyə görə düzgündür? Qrammatik normaya görə düzgündür. Yəni, xəbəri təkdə də, cəmdə də yazsaq, biz qrammatik normanı pozmuş olmuruq. Amma, məsələn, deyirəm ki, quşlar uçdu. Bu zaman qrammatik norma gözlənilir, amma uzlaşma əlaqəsi pozulmuş olur. Sonra deyirəm ki, indi stullar yerləşdirildi. Bax, burada mübtədamız cansız isimlə ifadə olunub, cəmdədir. Bu zaman xəbərimiz qrammatik normaya görə təkdə olmalıdır. Bunu biz uzlaşma dərsində demişik. Yəni, sintaktik əlaqələri keçəndə, uzlaşma əlaqəsini keçəndə demişik. İndi sadəcə normanı izah eləyirəm deyə təzədən həmin mövzuya qayıtmaq istədim. Stullar yerləşdirildi. Burada qrammatik norma gözlənilib. Amma nə pozulub? Uzlaşma əlaqəsi pozulub. Qısacası bir şey deyim sizə. Uzlaşma əlaqəsi odur ki, təkdədirsə təkdə olmalıdır, mübtəda təkdədirsə xəbər də təkdə olmalıdır, mübtəda cəmdədirsə xəbər də cəmdə olmalıdır. Amma qrammatik normada o deyil.
Qrammatik normanın tələbləri başqadır. Qrammatik norma deyir ki, bizim mübtədamız əgər cəmdə olan cansız isimlə ifadə olunubsa, xəbərimiz təkdə olmalıdır. Burada yəni qrammatik norma gözlənilib, amma uzlaşma əlaqəsi isə pozulub. Aydındır? Bu belə. Məsələn, ben deyirəm ki, yarpaqlar töküldü. Burada nə gözlənilib, nə pozulub? Qrammatik norma gözlənilib, uzlaşma əlaqəsi isə pozulub. Belə. Sonra qrammatik normanı nə pozur? Qrammatik normanı, uşaqlar, inversiya qrammatik normanı pozur. İnversiya nədir? Cümlə üzvlərinin yerinin dəyişməsi deməkdir. Cümlə üzvlərinin ardıcılığı necədir? Xəbər sonda gəlir. Mübtəda əvvəldə gəlir. Sonra tamamlıq və zərflik xəbərdən əvvəl gəlir. Sonra təyin isə aid olunan, təyin ediləndən əvvəl gəlir. Ediləndən əvvəl. Yəni təyinin yeri stabil deyil də, deyim ki, ya mübtədadan əvvəl gəlir, xəbərdən əvvəl gəlir. Yox. Təyin hansı cümlə üzvünü təyin eləyirsə, ondan da əvvəl gəlir. Əgər yəni mübtəda ilə xəbərin yeri məsələn dəyişibsə, bu zaman inversiya var. Deyirəm ki, məsələn əsmədi külək. Əsmədi. Əslində necə olmalı? Məsələn, külək əsmədi olmalıdır. Xəbər görürsünüz, əvvəli gəlib, mübtəda axırda işlənib. Deyirəm ki, məsələn, yağmadı bir damcı yağış. Əslində necə olmalıdır? Bir damcı yağış yağmadı. Yəni, xəbərin əvvələ gəlməyi, xəbərin yerinin dəyişməsi, cümlə üzvlərinin yer dəyişməsi hesab olunur, inversiya hesab olunur. Bu da qrammatik normanı pozur. Sonra qrammatik normanı nə pozur? Saylardan sonra isimlərin işlənməyini bax. Məsələn, müəyyən miqdar sayından sonra gələn isim necə olmalıdır? Təkdə olmalıdır. Deyirəm ki, 2 kitab olmalıdır. Elə deyilmi? 2 kitablar nədir? Qrammatik normanı pozur. Sonra qeyri-müəyyən bəzi miqdar saylar var idi ki, onlardan sonra gələn isimlər, məsələn, bəzilərindən sonra gələnlər təkdə olur, bəzilərindən sonra gələnlər cəmdə olur, bəzilərindən sonra gələnlər həm təkdə, həm cəmdə olur. Bu məsələn deyirəm ki, bir sıra, bir çox. Qeyri-müəyyən miqdar sayından sonra gələn isimlər necə olmalıdır? Cəmdə. Deyirəm ki, bir sıra, bir çox insanlar. Əgər mən insan yazıramsa, bu qrammatik normanı pozur. Əslində necə olmalıdır? İnsanlar olmalıdır. Deyirəm ki, az adamlar. Məsələn. Bu qrammatik normanı pozdu. Niyə? Çünki az, biraz, xeyli, bir qədər qeyri-müəyyən miqdar sayından sonra gələn isim təkdə olmalıdır. Yəni cəmdə işlədiriksə qrammatik normanı pozmuş olur. Bu belə. Normalar haqqında bu qədər. Əslində yəni normalar çətin bir dərs deyil. Rahat dərsdir. Sadəcə normalar dərsi nəyi tələb eləyir? Bizim həm fonetik biliklərimizi tələb eləyir, həm leksik biliklərimizi tələb eləyir, həm də ki, qrammatikada keçdiklərimizi tələb eləyir. Morfologiyada keçdiklərimizi, sintaksda keçdiklərimizi. Bir növ normalar bizim əvvəl keçdiyimiz dərslər arasında inteqrasiya qurur. Belə, ümid edirəm ki, video sizin üçün faydalı olar. Təkliflərinizi, iradlarınızı, öyrənmək istədiyiniz mövzuları, hansı mövzular sizə maraqlıdır, həmçinin izahını istədiyiniz testləri mənə yaza bilərsiniz. Həm deməli Instagramma yaza bilərsiniz, həm elektron poçt ünvanıma yaza bilərsiniz, həm də fikirlərinizi videonun rəy bölməsinə yaza bilərsiniz. Növbəti videolarda görüşənədək hələlik.